Hər birinizi salamlayıram əziz xanımlar. Necəsiniz? Hamilə günləriniz necə keçir? Bu videom sırf hamilə qadınlara və ya hamiləlik planlayan xanımlar üçün çəkirəm. Mən hal-hazırda 31 həftəlik hamiləliyim var və 25-ci, hətta 24-cü həftədən başlayaraq güclü bel ağrılarım başladı. Hətta 20-ci həftələrdən deyərək. Və mən bunu həkimə bildirəndə, həkim bunun normal olduğunu bildirdi və sadəcə buna səbr etməyi dedi. Amma mən düşünürdüm ki, bu normal deyil. Çünki təsəvvür edirsiniz ki, evdə biraz işləyən kimi, biraz yeriyən kimi belim, ombam, ayaqlarım, yəqin hamilə xanımlar məni başa düşər nə dediyimi. Və mən pilatesə başladım. Gördüyünüz kimi pilates studiyadan video çəkmişəm sizin üçün. Və pilatesə başlayanda xanımlar düzdür, ilk başlayanda biraz çətin olur. Çünki həm hamiləsiz, həm də ki pilateslə məşğul olursunuz. Amma 1, 2, 3 dərs sonra bədən çox rahatlayır və o ağrılar demək olar ki bədəndən çıxır. Hal-hazırda 31 həftə olmağıma baxmayaraq heç bir bel ağrım, ayaq ağrılarım heç biri yoxdur. Sizə məsləhətim odur ki, əgər sizin də ayaqlarınızda ödəm, bel ağrılarınız varsa, ilk öncə həkiminizlə məsləhətləşin. Sonra da isə pilatesə, yoqaya başlaya bilərsiniz. Belə deyək, əslində peşəkarla başlasanız daha yaxşı olar. Yəni hamilə pilatesini bilən bir insanla başlasanız yaxşı olar. Amma əgər imkan yoxdursa, YouTube'dan hamilə yoqası, hamilə pilatesi yazılan videoları izləyərək edə bilərsiniz. Hər gün etməyinizə ehtiyac yoxdur. Mən həftədə 2 dəfə edirəm. Həqiqətən də çox faydalıdır. İnanırsınız ki, artıq belə deyək, hamilə olduğumu hiss etmirəm. Yəni çox rahat yürüyüşümü də edirəm, digər işlərimi də edirəm. Hər birinizə uğurlar, sağ olun.